Dünyanın müxtəlif nöqtələrində baş verən toqquşmalar yeni güc balansı yaradır. Ya ədalət bərpa olunur, ya da zülm möhkəmlənir. Bəs bu oyunlar meydanda, yoxsa masada bitəcək? Ermənistanın qərb və şərq arasındakı var-gəlinin detallarını araşdırdıq. Bir zamanlar Rusiyanın yedəyindən ayrılmayan Ermənistan son vaxtlarda qərbə sığınır. Özünə yeni dost tapan İrəvan keçmişindən uzaqlaşmağa çalışır. Əslində bu uzaqlaşma bir neçə ildir ki hiss olunur. Xüsusən də 2018-ci ilin məxməri inqilabından bəri. Bəs nə dəyişdi o hadisədən sonra? Dəyişən Ermənistan rəhbərliyinin siyasətə və ölkənin gələcəyinə baxışı oldu. Bugün ondan gözlənilməyəcək qədər konstruktiv addımlar atan İrəvan rejimi sanki hər şeyi öncədən xırda-xırda toxumağa başlayıb. İndi isə nəticəsini görmək üçün çalışır. 2018-ci il Ermənistan hökuməti və cəmiyyəti üçün dönüş nöqtəsi oldu. Əvvəlki rejimlərdən qalma korrupsiya, iqtisadi durğunluq, sosial ədalətsizlik, siyasi monopoliyalar və seçki saxtakarlıqları kütlələrin səbrini daşırmışdı və Sərkisyan rejiminin dəyişmək vaxtı çatmışdı. Ermənistan quruluşundan bu yana çox fağır ölkədir. Ermənistanın ciddi bir ekonomik resursları yoxdur. Ermənistan qlobal dəhlizlər rotasının kənarında qalıb öz siyasəti ilə. Bunların hamısı 2018 öncəsi iqtidarların apardığı siyasətin nəticəsində idi. Azərbaycanın torpaqlarının işğal altına alınması, o işğalın böyük məbləğlər səmərəsinə davam etdirilməsi, bütün bunları Ermənistan xalqı da görürdü və hamımız bilirik ki, Ermənistan xalqı işləmək üçün də ölkədən kənara çıxmaq məcburiyyətində idi. Dolayısıyla bütün bu faktorlar bir araya gəldiyində Ermənistan cəmiyyətində iqtidarın, yəni Sərkisyan iqtidarının, ondan öncə Köçəryan iqtidarının əslində Ermənistan cəmiyyətinə heç bir vermədiyi gerçəkləri Ermənistan cəmiyyəti tərəfindən qəbul edildi və Ermənistan cəmiyyəti yeni bir dəyişim ehtiyacı duydu. Uzun illər ərzində qərb dövlətləri də Amerika Birləşmiş Ştatları başda olmaqla təbii ki, Qafqazda özlərinin maraqlarına uyğun siyasət yürüdürdülər. Ermənistanda özlərinə maraqlı olan qüvvələrlə iş aparırdılar və bu proses tədrici bir şəkildə aparılırdı. Və Nikol Paşinyanın o rəhbərlik etdiyi hərəkat açıq şəkildə o zaman meydana çıxdı ki, artıq iqtisadi baxımdan Ermənistanda problemlər daha da ciddiləşirdi, korrupsiya problemləri ciddiləşirdi. Eyni zamanda dünyanın geosiyasi konfigurasiyasında, Qafqazın geosiyasi konfigurasiyasında yavaş-yavaş dəyişikliklər prosesinə start verilmişdi. 2018-ci ilin aprelində Nikol Paşinyan başda olmaqla müxalifət kütləvi etiraz aksiyalarına başladı. İrəvanda və bölgələrdə yüz minlərlə insan küçələrə çıxdı. Yollar bağlandı. Vətəndaş itaətsizliyi aksiyaları təşkil olundu. Polis zorakılığına baxmayaraq hərəkata qoşulanların sayı sürətlə artdı. Sərkisyan istefa verməyə məcbur oldu. Növbəti ay Nikol Paşinyan parlamentdə baş nazir seçildi. O, hakimiyyətə gələrkən özünü xalqın iradəsini təmsil edən demokratik lider kimi təqdim etdi. Paşinyan uğurlu jurnalist kimi tanındıqdan sonra siyasətə gələrək Ermənistana yeni bir baxış qazandırdı. Bu, ölkənin ilk dəfə həqiqi müstəqilliyə nail olmasına yönəlmiş vətənpərvər yanaşma idi. O, Ermənistanın yol infrastrukturu, enerji və digər sahələrdə Rusiyadan həddən artıq asılı olduğunu anlayır və bunun dəyişməsini vacib sayırdı. Bu məqsədlə Paşinyan Rus dilinin təsirini azaltmaq, erməni dilini və milli kimliyi gücləndirmək istiqamətində addımlar atdı. Rus dili məktəbləri və televiziya kanallarını məhdudlaşdırdı. O hesab eləyirdi ki, illərlə media və təhsil sistemi cəmiyyətdə yalnız Rusiyaya bağlı olsaq yaşaya bilərik düşüncəsini formalaşdırıb. 2018-ci ildən bu günə Nikol Paşinyanın həyata keçirdiyi, atdığı addımları görsək, aydın şəkildə burada görünür ki, köhnə Ermənistandan, işğalçı Ermənistandan, təcavüzkar Ermənistandan, ideologiyası kifayət qədər təcavüzkar olan Ermənistandan yeni Ermənistanın yaradılma cəhdləri var. Və real Ermənistanın yaradılması prosesi bu gün bölgədə həm də Qərbin maraqları ilə üst-üstə düşür. Çünki Qərb
xüsusən Amerika Birləşmiş Ştatları hər hansı dünyanın regionunda öz maraqlarını qorumağa çalışanda əsasən iqtisadi rıçaqlardan istifadə edir ya da demokratiya çağırışlarından və digər məsələlərdən istifadə edir. Məxməri inqilab Ermənistan üçün demokratik transformasiyanın başlanğıcı hesab olunur. Qərb bu dəyişikliyi müsbət qarşıladı və Paşinyan hökumətinə dəstək verdi. Moskva isə narahat idi. Çünki dəyişikliklər Rusiyanın təsirini azalda bilərdi. Amma Paşinyan ilk illərdə Rusiyadan tam uzaqlaşmadı. Təbii ki, səbəbi var idi. Ermənistanın iqtisadi və təhlükəsizlik məsələlərində Rusiyadan asılı olması. Buna görə də ilk illərdə İrəvan balanslı siyasət yürütdü. Cənubi Qafqazda qlobal dünya-qərb siyasəti 2012-ci ildə əslində Gürcüstanda böyük bir zəiflik göstərmişdi. Bildiyiniz kimi 2012-ci ildə Mikhail Saakashvili Gürcüstanda seçimləri kaybetti, itirdi, seçimlərdə qalib gələ bilmədi. Ona görə də Gürcüstan siyasəti Gürcü röyası və ya Gürcü xəyalı dediyimiz iqtidara keçdi. Bu əslində qərb siyasətinin Gürcüstandakı bir itkisi idi. Elə bundan dolayı da Cənubi Qafqazdan tamamilə uzaqlaşmaq istəməyən qərb siyasəti bu səfər Ermənistanı masaya aldı və Ermənistana yaxın bir siyasət izləyərək Ermənistanda öz mövqelərini gücləndirməyə çalışdı. Bu baxımdan da Nikol Paşinyanın əslində Ermənistanda iqtidara gəlməsi həm içəridən Ermənistan cəmiyyətinin bir tələbi ikən, kənardan da, dışarıdan da qərb siyasətinin bir planı idi deyə bilərik. Ermənistanın Rusiyadan uzaqlaşması üçün əsas səbəb və ya bəhanə isə Azərbaycanla apardığı 2-ci Qarabağ müharibəsi oldu. Xalq Rusiyanın müharibədə və ondan sonraki diplomatik proseslərdə Ermənistana dəstək vermədiyini düşünürdü. Cənubi Qafqazda zaman-zaman yaşanan hərbi toqquşmalar zamanı İrəvan dəfələrlə Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına müraciət etsə də, birlikdən hər hansı dəstək gəlmədi. Bu Ermənistanın Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına inamını tam sarsıtdı. Sonradan isə Ermənistanın birlik daxilində fəaliyyətini dondurmasına yol açdı. Rusiya 2020 və 2023-cü illərdə Azərbaycanla müharibələrdə Ermənistana tam dəstək vermədi. Tarixən Rusiya Qarabağın əsas zəmanətçisi sayılırdı və Azərbaycan da bunu nəzərə alaraq 2-ci Qarabağ müharibəsi baş verərsə, yalnız Ermənistanla deyil, eyni zamanda Rusiya və bəlkə də İranla da qarşılaşacağını bilirdi. Lakin Ukrayna müharibəsi Rusiyanın diqqətini və resurslarını başqa tərəfə yönləndirdi. Onun nə kifayət qədər silahı, nə də peşəkar əskəri qalmışdı ki, Ermənistana yardım etsin. Nəticədə bir neçə proses baş verdi. Ermənistan Rusiyadan uzaqlaşdı. Rusiya isə əvvəlki kimi yardım eləyə bilmədi. KTMT-nin zəmanətləri tamamilə mənasız oldu, savaşda isə Azərbaycan qələbə qazandı. Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı bildiyimiz kimi Ermənistan və Rusiyanın və digər üzvlərin iştirak etdiyi bir hərbi təşkilatdır. Yəni bunu Rusiyanın NATO-su deyə də bəzi mütəxəssislər ifadə edirlər. Ermənistan da 1995-ci ildən bu təşkilata üzvdür. Ancaq təşkilatın nizamnaməsinə görə bir qərar alınarkən təşkilatın hər bir üzvünün imzası lazımdır. Hər bir üzvünün müsbət cavabı lazımdır. Ermənistan 2022 və 2023-cü illərdə Azərbaycanla və hələ də dəqiqləşməmiş bəzi sərhəd bölgələrində meydana gələn konfliktləri ələ alaraq deyir ki, Rusiya bu konfliktlər əsnasında və yaxud da Qarabağ müharibəsi əsnasında Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı üzvü olaraq bizim yanımızda durmadı. Buna görə də biz bu təşkilatdakı fəaliyyətimizi donduruq. Halbuki təşkilatda az öncə söylədim, sadəcə Rusiya yoxdur, orada digər ölkələrə baxdıq. İndi bu ölkələr Azərbaycana haqq davasında, Azərbaycana haqq savaşında necə Ermənistan lehində bir qərar verə bilər? Nikol Paşinyan isə tamamilə iqtidara gəlib Rusiya əleyhində bir siyasət apardığı üçün digər ölkələri deyil, Qazaxıstanı, Qırğızstan və ya Belarusu deyil, doğrudan Rusiyanı hədəfə alır və sanki Ermənistanın başına gələn bütün hər şeyin suç Rusiyanınmış kimi bunu cəmiyyətə anlatmağa çalışır. Rusiyanın bu proseslərə sərt təpki göstərmək üçün sadəcə olaraq
belə deyək, son illərdə baş verən proseslər səbəbindən imkanları olmayıb və yaxud da fürsəti olmayıb. Məsələ ondan ibarətdir ki, Rusiya özünə qarşı ikinci istiqamətdən cəbhənin açılmasını heç vaxt istəməz. Ermənistan kifayət qədər Rusiyadan uzaqlaşıb, amma Rusiyanın burada atdığı hansısa sərt addımlar başqa məsələlərə gətirib çıxara bilər. Eyni zamanda Qərb dövlətlərinin dəstəyi ilə müəyyən digər proseslərin cərəyan etməsinə gətirib çıxara bilər. Amma bu heç də o demək deyildir ki, deyək ki, Qərb istiqamətində Rusiya Ukrayna ilə münasibətləri tənzimlədikdən sonra yenidən bu təzyiq alətindən, yəni Ermənistana qarşı təzyiq etməyə çalışmayacaq ya da Cənubi Qafqazda yenə də keçmiş siyasətinə qayıtmayacaq. Çünki bu əsrlər boyu formalaşdırılmış, sistemə salınmış, rıçaqları formalaşdırılmış bir siyasətdir. İrəvanı Moskvadan kənarlaşmağa cəsarətləndirən bir digər məsələ Rusiya-Ukrayna savaşı oldu. Rusiyanın başı Ukraynaya qarışdıqca Cənubi Qafqazdan əllərini çəkdi. Ermənistan cəmiyyəti və siyasətçiləri gördülər ki, Moskva artıq onların təhlükəsizlik problemlərinə əvvəlki qədər diqqət ayırmır. Bu, Paşinyanın alternativ təhlükəsizlik təminatçıları axtarışını gücləndirdi. Ermənistanın əsas elə Qarabağ müharibəsindən bu yana əlindəki ən böyük fürsətlərdən biri Ukrayna-Rusiya müharibəsidir. Çünki Ukraynada Rusiyanın nə qədər uzun illər məşğul olacağı məsələsi tam dəqiqliyi ilə bilinmir. Tabii müharibənin uzun illər davam etməsi və hər günü Rusiyaya bahalıya mal olur. Yəni Rusiya daha çox xərcini çəkir bu müharibənin və Ermənistan üçün də, Ermənistan iqtidarı üçün də əslində Rusiyanın içində olduğu bu savaş Cənubi Qafqazda Rusiyanı sıxışdırmaq üçün bir fürsətdir. I think it's negligible now. I think in many ways Bugün Rusiyaya etimad demək olar ki, yoxdur. Hətta ən qatı revanşistlər də Rusiyanın çətin anda Ermənistana dəstək vermədiyini qəbul edirlər. Qarabağ və ətraf rayonların işğalının davam etdirilməsi prosesində Rusiyanın müdafiəyə qalxmadığını bildirirlər. İndi Rusiyaya Ermənistan üçün bir növ təhdid kimi baxılır. Ermənilər başa düşürlər ki, Cənubi Qafqazın Qərbin dəstəyi altında olması daha faydalıdır, nəinki Rusiyaya qayıtmaq. Ermənistan ən böyük sensasiyalı addımı 2023-cü ildə Avropa İttifaqı missiyasını bölgəyə gətirərək atdı. İrəvanın məqsədi sülh prosesinin nəzarətdə saxlanılması idi. Lakin bu hərəkət həm də olduqca simvolik idi. Deməyə çalışırdı ki, artıq Rusiyanın deyil, Avropanın müdafiəsinə arxalanır. Missiya Ermənistan ictimaiyyətində müsbət qarşılandı. Ölkədə Qərbin nüfuzu artdı. Rusiya isə narazılığını gizlədə bilmədi. Bu da mesajın yerinə çatdığı mənasına gəlirdi. Rusiya bu missiyaya sərt reaksiya göstərdi ilk başda. Yəni keçdiyimiz illərdə zaman-zaman Rusiya Xarici Nazirliyi Ermənistanda yerləşən bu Avropa missiya qruplarına sərt reaksiyalar göstərdi. Ancaq Rusiya çox da bunun üstünə getmək istəmədi. Bunun ən böyük səbəbi də Ermənistan cəmiyyətindəki Rusiya sevgisinin tamamən bitməməsi və Rusiyanın şəraitə uyğun, şərtlərə uyğun addım atmağı gözləməyidir. Ermənistan Avropa İttifaqının müşahidə missiyasını regiona dəvət eləməklə Rusiyaya mesaj verdi. Bilirik ki, sən artıq bizi dəstəkləmirsən. İndi Avropa İttifaqı yanımızdadır. Fransadan güclü dəstək var və ölkə postsovet məkanında Fransa üçün strateji əhəmiyyət daşıyır. Bu addımla Ermənistan açıq şəkildə öz gələcəyi üçün qərbə üst tutduğunu göstərir. Azərbaycan ümid edirdi ki, Avropa İttifaqı həqiqətən də bu missiyanı göndərməklə sülh proseslərinə töhfə verəcək. Çünki müharibədən sonraki ilk dönəmdə Avropa İttifaqı bütün inisiativi, yəni bütün cəhdləri öz üzərinə götürmüş kimi görünürdü və Rusiya ilə Avropa İttifaqı arasında bir rəqabət gedirdi. Amma Fransanın mövqeyi sonrakı dövrdə bu missiyanın artıq bir kəşfiyyat, casusluq alətinə çevrilməsini gətirib çıxardı. Rusiya istəmirdi Avropa İttifaqı missiyası burada olsun, çünki onun maraqlarına cavab vermirdi və başa düşürdü ki, bu gələcəkdə hərbi bir qüvvəyə çevrilə bilər.
hansısa formada, baza formasında olmasa da bu hərbi qüvvələr burada nəzarət edəcəklər. Amma Azərbaycan da bunu istəmirdi. Amma Azərbaycanın maraqları tamamilə fərqli məsələlərlə bağlı idi. Rusiyanın maraqları isə tamamilə fərqli məsələlərlə bağlı idi. Son nəticədə istənilməyən Avropa İttifaqı missiyasının bölgəni tərk etməsi ən doğru seçim idi. İrəvanın qərblə yaxınlaşması yüksələn xəttlə davam etdi. Sülh danışıqlarında Avropa İttifaqı və ABŞ-nin vasitəçiliyi gücləndi. Artıq region liderləri Moskva əvəzinə Brüssel və Vaşinqtona üst tuturdular. Ardınca Ermənistan və Avropa İttifaqı arasında Əməkdaşlıq Gündəliyi 2024 adlı geniş proqram başladıldı. Vaşinqton 2025-ci ildə Ermənistana müstəqilliyini və suverenliyini qorumaq üçün davamlı dəstək paketi elan etdi. Ermənistan, ABŞ və Fransa ilə hərbi təlimlər keçirdi. Rusiya silahlarının əvəzinə Fransa ilə hava hücumundan müdafiə sistemləri, Hindistanla silah müqavilələri imzalandı. Bu, Ermənistanın təhlükəsizlik arxitekturasında Moskvadan asıllığın zəiflədilməsinə doğru dönüş idi. Artıq Rusiya kənardan baxan rolunda idi. Bir dəfə Avropa İttifaqı ilə azad ticarət zonası haqqında müqavilə bağlanır. Nə deməkdir? Avropa imkan verirdi onlara ki, bir çox məhsullarını gömrük rüsumsuz ixrac etsinlər Avropaya. Problem çıxdı. Xammala yönəldilər, xüsusən də bu mis və molibden və alüminiyin ixracatı. Bilirsiniz, bu da həcmli bir məhsullardır. Onun Avropa, xüsusən də Almaniya və digər ölkələrə ixrac etmək lazımdır. Türkiyə ilə problem yarandığına görə, nəqliyyat xərcləri yüksək olduğuna görə bu layihələr reallaşmadı. Sonradan onlar Avrasiya İqtisadi Birliyinin daxil olublar, bildiyiniz kimi. Orada həmən güzəştlər, həmən preferensiyalar onlara tətbiq olunub. İndi təxmin edirəm ki, Rusiyanın payı onların ticarət münasibətlərində 30-40% təşkil edir, təxmin edir. Və əsas yenə də problem odur ki, bu günlərim onların Rusiyaya çatdırdığı malların yenə də Azərbaycanla münaqişə olduğuna görə və Türkiyə ilə münaqişə olduğuna görə onların ixrac etdiyi məhsullar baha başa gəlir. Yəni onların ilk növbədə Azərbaycan və Türkiyə ilə münaqişəsi olduğuna görə iqtisadiyyatı inkişaf etmir. And this is something that's unusual. In the past, Əvvəllər Ermənistan yalnız Rus və Sovet istehsalı silahlarına malik idi. İndi isə Qərbin silahları, texnologiyası və inkişaf etmiş biliklərinə yönəlir. Bu vəziyyət Rusiyanı çaşdıra bilər. Ermənistan artıq müəyyən məqsədlərinə çatır. Amma Qərbdən ardıcıl dəstək lazımdır ki, ölkə təkcə liderin siyasi yönümündən asılı qalmasın. Ermənistan həmişə Rusiyanın hegemonluğundan uzaq olmalı, Avropa İttifaqı isə bu məsələyə ciddi yanaşmalı və Rusiyadan gələcək təhdidlərə qarşı müdaxilə etməyə hazır olmalıdır. and that the West will step in if indeed there is any threat from Russia. Ermənistan Rusiyadan enerji sahəsindəki asıllığını da azaltmaqda qərarlı idi. Bu baxımdan Avropa İttifaqı ilə bərpa olunan enerji layihələri imzalandı. ABŞ və Avropa şirkətləri İrəvanda startap və texnologiya mərkəzləri açmağa başladılar. Ermənistan, Gürcüstan, Avropa İttifaqı dəhlizi üzərindən yeni nəqliyyat və logistika layihələri gündəmə gəldi. İstehlak etdikləri qazın 90%, 80-90% Rusiyadan ithal olunur. Atom enerji elektrik stansiyanın, Arm-Rost şirkət var. Ona xidmət edən şirkət, o da Rusiyaya məxsusdur. VTB Bank ən yüksək, ən iri banklardan biridir. Nəqliyyat sahəsində çox asıllığı var. Lakin son dövrə təbii ki, cəhdlər var ki, bu asıllığı aradan qaldırsınlar. İxrac əməliyyatlarını çalışırlar ki, daha çox Avropa İttifaqına yönəlsin və son bu Rusiya-Ukrayna müharibəsindən sonra görür ki, asıllıq əksinə artmağa başlayır. The fact is, I don't think Russia has an awful lot of choice at the moment. Məncə Rusiya artıq çox seçim imkanına malik deyil. Yeganə yolu enerji təchizatını kəsməkdir ki, ermənilər qışın ortasında soyuqda qalsın. Amma bu da əks təsir doğuracaq və hətta Rusiyanı dəstəkləyənlər də ona qarşı çıxacaq. Ermənistan Cənubi Qafqazın ən kasıb ölkəsidir. Təbii resursları azdır və daxili problemlərlə üzləşir. Buna görə Avropa İttifaqı gələcəkdə Ermənistanın enerji təminatında ona yardım etməlidir. Bu, həm də əhalini Avropa İttifaqı və Qərblə əməkdaşlığın onların gələcəyi üçün doğru yol olduğuna inandıracaq. Ermənistan enerji axınlarına və Qərb bazarına inteqrasiya olunduqdan sonra iqtisadiyyatını özü təmin edə biləcək. Qarabağın işğalı səbəbindən son 35 ildə regional enerji layihələrindən kənarda qalmış ölkə, indi mövcud və gələcək layihələrdə iştirak etməli və özünü müəyyən qədər təmin edə bilməlidir. Lakin buna nail olmaq üçün hələ çox iş görülməlidir. Ermənistan Qərbə inteqrasiya məsələsində müəyyən uğurlar qazansa da, proses hələ tam şəkildə dərinləşməyib.
İrəvan diplomatik və təhlükəsizlik sahəsində ABŞ və Avropa İttifaqı ilə strateji tərəfdaşlığı möhkəmləndirib. Avropa Müşahidə Missiyası və Fransa hərbi dəstəyi real təhlükəsizlik təminatı kimi qəbul olunur. Enerji və texnologiya sahəsində Qərb layihələrinin artması da mühüm dönüşdür. Bununla belə, Ermənistanın Rusiya ilə iqtisadi və enerji asılılığı tam aradan qalxmayıb. Regionda yekun sülhün əldə olunmaması və bir sıra qeyri-müəyyənliklər onun qərbə tam inteqrasiyasını ləngidir. Yəni, kurs aydındır və istiqamət sabitdir, amma proses yarımçıqdır. Qarşıda isə çoxlu risklər var. Təbii olaraq hər bir dövlətin özünü, öz maraqlarını daha doğrusu müdafiə etmək üçün ənənəvi formalaşdırdığı bir siyasət vardır. Geosiyasi proseslərdən asılı olaraq bu prosesdə müəyyən geri çəkilmələr baş verir, müəyyən önə doğru addımlar atmaq cəhdləri olur. Rusiyanın iddia etdiyi ondan ibarətdir ki, NATO və yaxud da Qərb dövlətləri mənim sərhədlərimə doğru yaxınlaşırlar. Mən bir gün mübarizə mənim ərazimdə getməsin deyə öz ərazimdən kənarda özüm üçün təhlükəsizlik zolağı formalaşdırıram. Bu baxımdan Rusiyanın gələcək perspektivdə yenidən o Cənubi Qafqaz dövlətləri hesabına özü üçün bir təhlükəsizlik zolağını yenidən formalaşdırmağa çalışması tamamilə mümkün bir ssenaridir. Qərbin Ermənistana marağı bir neçə strateji səbəbdən qaynaqlanır. Geostrateji mövqe. Ermənistan Cənubi Qafqazda, yəni Avropa-Asiya tranzit marşrutlarının kəsişməsində yerləşir. Bu region həm enerji, həm də nəqliyyat dəhlizləri baxımından Qərb üçün vacibdir. Rusiya təsirini zəiflətmək. İrəvanın Moskva orbitindən uzaqlaşması Rusiyanın Cənubi Qafqazdakı nüfuzunu zəiflətmək məsələsində Qərb üçün önəmlidir. İran amili. Ermənistan İranla birbaşa sərhəddi olan yeganə Qafqaz ölkəsidir. Bu, Qərbə İran siyasətində əlavə dayaq nöqtəsi verir. Demokratik transformasiya nümunəsi. Ermənistanda məxməri inqilabdan sonra formalaşan nisbətən açıq siyasi sistem Qərb üçün demokratik dəstək göstərilə biləcək model kimi təqdim olunur. Qərbin Avropa İttifaqının xüsusilə 2022-ci ildə Ukrayna ilə Rusiya arasında başlayan müharibədən sonra Rusiyaya olan bu embargolar nəticəsində yeni bölgələrdən enerjiyə ehtiyacı yarandı. Yəni bunu Xəzərin şərq sahili ölkələrindən olduğu kimi eyni zamanda Azərbaycandan olan Azərbaycan enerjisinə də Qərbin ehtiyacı var və bu enerjinin yolu üzərində olmaq üçün Qərb Cənubi Qafqazda olmağı istəyir. Bu mənada Fransanın xüsusilə Ermənistanla yaxın münasibətlərini davam etdirmək istəməsində, Ermənistanı hərbi və siyasi cəhətdən dəstəkləməsində, Amerikanın xüsusilə Ermənistanın yanında dayanması və Rusiya əleyhində Ermənistanın siyasət aparmasında, Qərbin Ermənistana çox maraq göstərməsindəki təməl səbəblərdən birisi həm Cənubi Qafqaz geopolitikində bir siyasi aktyor kimi yer olmaq orada, həm də bölgədən keçən ticarət rotalarının üzərində yer alaraq öz qazanclarını əldə etməkdir. ABŞ-ın biz görürük daha çox marağı məhz elə Zəngəzur dəhlizidir. Bilinir ki, biz bilirik ki, Zəngəzur dəhlizinin kifayət qədər böyük perspektivləri var və bu günlərim Çinlə Avropa arasında bu ticarət dövrəyə artır və gələcəkdə bu çox güman ki, bu ən belə deyək, səmərəli məsrəfi aşağı olan bir nəqliyyat xətti olacaq və Amerika Birləşmiş Ştatları ondan bir dividend almaq istəyir. İkinci də ki, bu strateji vacib bir yolda nəzarət mexanizmini ələ keçirir. Yəni ən azından orada olmağı, orada investisiya yatırmağı, orada olan dövrəyə nəzarət etmə imkanı əldə edir. Ekspertlərin fikrincə, Gürcüstan və Azərbaycanla müqayisədə Ermənistanın Qərb üçün iqtisadi və strateji çəkisi məhduddur. Enerji resursları yoxdur. Tranzit ölkə deyil, iqtisadiyyatı asılıdır, müdafiəyə ehtiyacı var. Bu arqumentlərə görə bəzi analitiklər hesab edir ki, Ermənistanın Qərbə inteqrasiyası daha çox siyasi simvolik əhəmiyyət daşıyır. Amma praktik mənada Gürcüstan və Azərbaycanın Avropa üçün oynadığı rol qədər faydalı və əvəzsiz deyil. Qərbin Qafqazda hər hansı bir şəkildə, hər hansı bir bölgə dövlətində möhkəmlənməyə ehtiyacı var. Bu Gürcüstan da ola bilər, bu Azərbaycan da ola bilər, bu Ermənistan da ola bilər.
Qərb üçün əlverişli olan o ölkələrdir ki, onların iqtisadi ehtiyacları var. Onlar hər vasitə ilə müəyyən maliyyə vəsaitlərini əldə etməyə çalışırlar. Bu QHT-lər vasitəsilə ola bilər, bu digər təşkilatlar vasitəsilə ola bilər. Ermənistan bunun üçün çox əlverişli bir ölkə idi. Rahatlıqla idarə edə bilirlər, rahatlıqla maliyyə axınlarını təmin edə bilirlər və Ermənistan nəzarətdən çıxmağa cəhd etsə belə edə bilməyəcək bir dövlətdir. Ermənistanın Rusiyadan qaçış planı indiki mənzərədə kifayət qədər uğurlu görünür. Tutduğu bu yolun İrəvanı nəyə sürükləyəcəyi isə əslində çoxlarına maraqlıdır. Şərqdən qərbə doğru yönələn bir sıra nümunələrə və onların hansı taleyləri yaşadığına tarix boyunca şahid olmuşuq. Eyni həmlələr bu oyunda da tarazlığı dəyişdirmək gücünə sahib olacaqmı? Hələ ki, məlum deyil. İrəvan ya ayının pəncəsini, ya da qartalın caynağını seçməli. Nəticələri ilə də barışmalı olacaq.